Nə oldu İlham Əliyev? Bəs sən Əli Kərimlini dövlət çevrilişində ittiham edərək həbsə məruz qoymusan və üstündən artıq yarım il keçir və ortalıqda heç bir şey yoxdur. Bəs deyirdin, o Ramiz Mehdiyevlə, sənin müəlliminlə 50 nəfər də digər ayrı şəxslərlə bir yerdə Rusiya ilə və Rusiyanın göstərişi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi həyata keçirmək istəyiblər. Bəs niyə bu keçən 6 ay ərzində hələ bir nəfər ortalığa çıxmayıb ki, bu şəxslər Əli Kərimli ilə bir yerdə dövlət çevriliş edəcəklər və adı sadəcə bir nəfərin adı hallanıb ki, o da sənin müəllimin Ramiz Mehdiyevdir və o da evdə villasında keyfləməkdədir. Maşın kolleksiyaları paylaşırlar, nəvələrinin Bakıda xuliqanlıqla məşğul olduğunu dair görüntülər paylaşırlar. Bəs necə olur bu? Nə qədər gec deyil, ensiz qazın, dayaz qazın. Dünya dəyişir, regionumuz dəyişir, Cənubi Qafqaz da dəyişəcək. Siz bir ömür hakimiyyətdə qalmayacaqsınız. Və sabah o ədalətli məhkəmələr önünə çıxanda heç olmasa orada sizi vəziyyətinizi yüngülləşdirmək üçün hər hansı bir faktlar, hər hansı bir yüngülləşdirici fakt olsun ki, o sizə bəlkə kömək etmiş olar. Biz müasir şəhərsalmanın nümunəsi Ağşəhəri yaratmışıq. Bu bizim şəhərsalmanın inkişafının digər bir təzahürü də ola bilər ki, bu da Sibriz zonasıdır və mən müsafirləri çox onlara tövsiyə edirəm həmin yerə baş çəksinlər və onlar